Salam, axşamınız xeyir, necəsiz? Bu gün arxa fonun qaraldılmasını izah edəcəm. Burada bizə bir neçə ləvazimat lazım olacaq. Gəlin onlarla tanış olaq. İlk öncə karandaş, daha sonra yağlı boyada istifadə olunan yağ və rezak lazım olacaq. 3 fərqli üsuldur. Gəlin birincidən başlayaq. Birinci üsul hamının bildiyi üsuldur. Yəni normal karandaşla qaralayaraq arxa fonu qaraltmaqdır. Siz burada Marsimoqraf Black seriyasının karandaşını belə istifadə etsəz, Stadlerin Marsimoqraf Black seriyasında olan karandaş istər-istəməz, nə qədər kömür tərkibli olsa da vərəqə yəni izi düşür. Kamerada ola bilər tam görünməsin, amma iz düşür vərəqə. İkincisi isə karandaşın tozunu rezak vasitəsilə biraz baxın bu yolla yonuruq, karandaşın tozunu kağızın üzərinə əlavə edirik. Ondan sonra tünd hissələri demişdim, salfetka vasitəsilə yayırıq. İndi onu göstərəcəm. Bükürük salfetkanı. Başlayırsınız qaraltmağa. Bu arada Marsimoqrafı toz halına gətirib yaysaz, o qədər də yaxşı effekt verməyəcək, çünki çox yaxşı yayılmır. Baxın, burada da parıldama problemi var. Bunu maksimum azaltmağın bir yolu var. İndi isə gəlin o üsula keçək. Biraz da baxın. Bura karandaşın tozunu 4B karandaşın və kömür tərkibli yox, kömür karandaşın tozunu əlavə etmişəm. İndi baxın. Biraz yağdan əlavə edirsiniz bunun içərisinə. Və digər tərəfə də ikisini ayrı halində göstərəcəm. Fərqləri də nədir onu da deyəcəm. Yəni bildiyiniz kimi, təxmin etdiyiniz kimi kömür parıldamayacaq. Biraz qarışdırırız bunu. Çox həddən artıq əlavə olmamalıdır. Digərini də qarışdırırıq. Daha sonra bunu bir parça vasitəsilə də edə bilərsiniz, salfetka vasitəsilə də. Birinci kömürü göstərək. Baxın. Həddən artıq çox keçməyin bir yerin üstündən. Çünki problem olacaq daha sonra. Bu indi işıqda, əslində işıqda da az parıldayır, kamerada amma biraz çox düşüb parıltısı. Maksimum belə bu üsulla işləyəndə az parıldayır. Baxın fərqinə rəngin. Şəkil olaraq da atacam, görəcəksiniz o fərqi. Digər tərəfinə isə digər şəkli götürürük. Karandaşın tozunu da qatmışdım. Onu əlavə edirik. Burada biraz parıltı fərqli olacaq. Baxın belə. Bir söz deyəcəm, karandaşın tozu daha hamar yayılır. Nəinki kömür karandaşının tozu. Adi karandaşın tozu. Rəngindən də görürsünüz fərqi yəqin ki.